Uğursuzluğun sirri. Çudopeçka. Şirniyyatla başlayıb, borcla bitən hekayə. 2000-ci illər. Bakının əksər metro çıxışlarında bir mağaza var idi. İnsanlar tələsik addımlarını saxlayıb dayanırdı. Qoxuya görə. Təzə bişmiş kökə, tort, şirniyyat. Bu ətrin, bu dadın adı Çudopeçka idi. Mağazalar sürətlə çoxalırdı. İnşaatçılar, Sahil, 28 May, Nərimanov, Əhmədli, Neftçilər. Çudopeçka böyüyürdü. Amma bu böyümənin arxasında 2,5 milyon dollarlıq kredit var idi. Zaman keçdikcə yeni rəqiblər üzə çıxmağa başladı. Çudopeçka rəqabətdə güclənmək əvəzinə maliyyə bataqlığına doğru gedirdi. Yanlış büdcə idarəsi nəticəsində krediti və borcları qaytarmaq çətinləşdi. Mağazalar müsadirə edildi. Şəbəkə bank standartının nəzarətinə keçdi. Beləcə Çudopeçka illərlə əl dəyişən, borc içində qalan biznesə çevrilirdi. Fevral ayı. Vəziyyət heç də yaxşı deyildi. 28 May, Neftçilər, Əhmədli filialları bağlandı. Bir ay sonra mart ayında Nərimanov metrosunun yaxınlığındakı mağaza da bağlandı. Bu sonuncu filial idi. İşçilər maaşlarını ala bilmədi. Aylarla pul gözləyən insanlar məhkəməyə üst tutdu. Nəticə isə yox idi. Şirkətin rəhbəri Çingiz Cəlilov son günlər mağazanın özündə otururdu. Əsas ofis icarə haqqı ödənmədiyi üçün bağlanmışdı. Bütün mülklər girovdaydı. Bir vaxtlar şəhəri doyuran şəbəkə öz işçisinin əmək haqqını belə ödəyə bilmirdi. Onu da deyək ki, Çudopeçkanın sahibi Çingiz Cəlilov müğənni Röyanın qaynatası olub. Sahibkarın oğlu Anar Cəlilov Röya ilə evli olub. Sonra ayrılıblar. O, borcla böyüyən, maliyyəni idarə edə bilməyən, illərlə problemi göz ardı edən biznesin aqibətini yaşadı. Pul dayananda isə sistem çöktü. Maaş ödənməyəndə imperiya bitdi. Bu hekayənin dərsi, biznesdə ən təhlükəli an, hər şey yaxşı görünəndə borcu unutmaqdır. Çudopeçka bizə göstərdi ki, dad xatirə yaradır. Amma nizam-intizamı olmayan maliyyə hər şirin dadı acıya çevirə bilər. Bir dövrün sevimlisi olan Çudopeçka səssizcə tarixə qarışdı. Çudopeçka sessiz qalana, Çudopeçka şirin başlayan acı qalanda.